məqam da var. Siz az öncə bir qısa replikayla dediniz ki, bəli, siyasi məsuliyyət yaradır bütün hallarda. Ramiz Mehdiyevin adını çəkdi. Baxmayaraq ki, hələ qərar yoxdur. Siyasi məsuliyyət yaradırsa, o halda Yeni Azərbaycan Partiyası niyə ilk gündən etibarən çıxaracağıq, az qalıb toplantı keçirəcəyik dediyi halda sonradan val dəyişdi və Yeni Azərbaycan Partiyası rəhbərliyi dedi ki, bir qərar olsun. Məhkəmənin qərarı çıxandan sonra çıxaraq. Bu siyasi məsuliyyətin gətirmiş olduğu adım olmalı deyilmi? Yox, necədir vəziyyət? Bu məhkəmə prosesi çox böyük miqyaslıdır. Bəlkə də bu elə necə deyək, ilin, bəlkə bu ilki ilin elə ən sensasiyon bir məhkəmə prosesidir və təbii ki, bu prosesi dünyada da izləyirlər, Rusiyada izləyirlər, qərb ölkələrində izləyirlər. Və belə olan vəziyyətdə burada dövlətin davranışı məsələləri də ön planda ki, dövlət özünü necə aparır? Dövlətin özünü hüquqi dövlət kimi aparır, yoxsa dövlət tələm-tələsi qərar qəbul edir və özünün bu və digər şəxsi olan mövqeyini ifadə edir. Yəni burada qanun qalır bir kənarda, amma digər maraqlar fonunda. Azərbaycan dövləti hüquqi dövlətdir, biz hüquqa hörmətlə yanaşan dövlətik və beynəlxalq hüquqa xüsusilə hörmətlə yanaşan dövlətik. Və indi Natiq bəyin söylədiyi o təqsirli prezumpsiyası da beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Bu reallıqda, bu proses də dediyim kimi çox böyük diqqət altındadır. Hipotetik baxımdan söyləyirəm, hipotetik baxımdan. Tutaq ki, bu və digər istənilən şəxsə münasibətdə, heç Ramiz Mehdiyev olmasa, istənilən şəxs götür. Ona irəli sürmüş bilirsiniz ki, ittihamlarda əgər təsdiqini tapmasa və yaxud da ki, bu və digər maddələrdə dəyişiklik olsa, bunu da gözləmədən qərar verib həmin şəxsə münasibətdə addım atılıb. Siz hüquqi qiymət vermişsiniz axı. Onun fəaliyyətinə siyasi qiymət verirsiniz. Məsələn, bu yaxınlarda bizim üçün Belçika parlamentinin bir deputatı rüşvətlə bağlı adı hallandı da, hələ istintaq gedir. Öz partiyası həmən onu çıxartdı partiyadan. Dedim, bizim partiya ilə adı hallanmasın. Bəlkə də heç olmayıb rüşvət faktı, amma artıq adı hallanırsa siyasi məsuliyyət yaranır. Yaxşı, belə vəziyyətdir. İndi siz bunu nümunə kimi gətirdiniz, Qərb Dozu Demokratiyyanın 5 il sayı. Sonralar həmin şəxsin deməli, əslində günahkar olmadığı Belçika fonunda üzə çıxsa, indi nə baş verəcək? Onun problemidir. Avropa məhkəməsinə müraciət edir. Öz partiyasından onun problemi də seçiciyə mesaj odur ki, yəni söhbət nümunəli. Mən də sizə deyirəm də, örnək olacaq, gedəcək öz partiyasının əleyhinə bir partiya quracaq. O özü bilər. Ramiz Mehdiyev də günahsız olacaq, çıxıb bir başqa partiya quracaq, yapın qarşı mübarizə aparacaq. Yəni mən bilmirəm nə edəcək. Görünür ki, indiki vəziyyətdə belə hesab olunub ki, yəni nə qalıb ki, indi artıq təxminən oktyabrın 14-də həbs edilib, xeyli müddət keçib də. Yəni ki, 2 ayda gözləyirsən. Sonra bir 4 ayda uzatsalar 2 ayda gözləyirsən, ondan sonra məhkəmənin qərarı məhkəmə ola bilər ki, olsun və çox güman ki, belə olacaq. Uzun davam edəcək. Bəli, çünki çox ciddi iddialardır. Mən sizdən bundan razıyam. Məhkəmənin qərarı 4 aydan sonra uzada bilər də. İndi biz bilmirik də uzadacaq, uzatmayacaq. Mən də əksini deyirəm, bəlkə uzatmayacaq. Lap yox. Bəlkə hər şey üzə çıxacaq. Ona görə biz gözləmişik, gəlin səbr eləyək. Hakim partiyada qanuna hörmətlə yanaşan partiyadır, qanuna hörmətlə yanaşan partiyadır. Gətirib başda otuzdurun, özünüz bilərsiniz. Bizə nə var? Bayaq mən bir ifadə işlətdim, siz onu belə necə deyərlər, zarafatla qarşılamayın. Məsələn, mən sizə söylədim ki, Əli Kərimlinin daha çox qərblə əlaqəsi olan bir siyasətçi kimi tanınırdı. İndi daha çox məlum oldu ki, Moskva ilə əlaqəsi. Yəni sizin partiyanın da, sizin partiyanı mən ittiham eləmirəm ki, qətiyyən ittiham eləmirəm. Mən demirəm ki, siz Ramiz Mehdiyevin əməkdaşlığı da olmusunuz, sizin partiyanız, real partiya. Mən bunu söyləmirəm. Amma istintaq prosesində kimlərsə şahidlik eləsə, kimlərsə desə ki, intensiv olaraq təhdid eləmirəm. Sizin öz partiyanızın ikinci şəxsi ölkəni soyub talayıb, indi gəlmisiniz, 5 il bundan qabaq qeydiyyat, özü Ramiz Mehdiyev işdən çıxarılandan, qovulandan sonra qeydiyyatdan keçmiş bir partiyanın ittiham eləməyə çalışırsınız və deyirsiniz ki, deyirsiniz ki, dərinə getmək, sonra gəlib deyərəm, gedin realda yox. Bəyərdən mənə olmadı, Elman müəllim, uşaq biz çörəyi qulağımıza yemirik. Bəyərdən ittihamlar səsləndirirsiniz. İttiham demirəm, özünüz ittiham eləmişsiniz də Ramiz Mehdiyev siz tutmamışsınız. Yaxşı deyirik də. Mən də sizə deyirəm ki, ittiham elədiyiniz şəxsi siyasi məsuliyyətini daşıyır. Mən başqa şey söyləyirəm, deyirəm, bəyərdən ki, fərziyələr əsasında fərziyyə deyil də, Ramiz Mehdiyev fərziyədir. Öz istədiyiniz reallığı qəbul etsiniz. Mən də deyirəm ki, fərziyələr dilində həbsi fərziyyə deyil ki. Aşıqə fərziyələr dilində danışaq. Fərziyyə ilə danışmıram. Deyirəm, bizim hakimiyyəti var artıq. Yəni bununla Azərbaycan dövləti onu sübut eləyir ki, hətta məndə hakimiyyətin iyerarxiyasının ən yüksək səviyyədə olan bir şəxsi belə cəzalandıra bilər. Əgər o qanunu pozubsa.
Bu əslində hakimiyyətin gücünü, qanun hörmətini göstərir. Partiyadan çıxardında o ki, məsuliyyəti Mən var. də Siyasi məsuliyyətdən gedir söhbət. Başqa şey demirəm. Mən də deyirəm Siyasi məsuliyyət. Bizim üçün hüququn aliliyi görünür ki, hətta ondan da yüksəkdir. Axı siz bu günə qədər barəsində qanun hüququ mən bilməyən şəxslər var, amma onlar siz partiyadan çıxartmısınız, təcrübə olub. Mənim indi hörmətli tamaşaçılara deyim ki, heç bir halda deməli Natiq bəyan partiyası Ramiz Mehdiyevlə əlaqədə ittiham eləmirəm. Heç mənim faktım yox. İttiham eləyə bilməzsiniz, amma mən Ramiz Mehdiyevi ittiham edirəm ki, Ramiz Mehdiyev sizin partiyanın ikinci adamı oldu. Bu faktdır, bu ittihamdır. Bu faktın özü var ha. Həmin o fakta münasibətdə dövlətin bugünkü davranışı ki var. Bu həmin dövlətin, bugünkü iqtidarın əslində göstərir ki, nə qədər hüquqa hörmətlə yanaşır. Onun aliliyini göstərir. Sizin dövlət yanaşır, razıyam. Partiyanız da yanaşdır. Bəs partiyamızın siyasi məsuliyyəti hiss eləsin. Bununla biz bilsin, Yap dövlət deyil də, düzdürmü? Ümid edirəm ki, elə deməyəcəksiniz. Yeni Azərbaycan Partiyası. Yap dövlət deyil. Yeni Azərbaycan Partiyası ulu öndər yaradanda müxalifət partiyası kimi yaratdı hakimiyyətə qarşı. Və hakimiyyətə gəlişi İnşallah yenə müxalifət partiyası olacaq. Hakimiyyətə gəlişin nümunəsini göstərir ki, necə sivil yolla gəlirlər. İnşallah yenə müxalifət olacaq. İndi də biz bütün dünyaya göstərdik ki, deməli hüquq necə işləməlidir. Hüquqla siyasi məsuliyyəti yenə qarışdırdınız. Siyasi məsuliyyət başqa şeydir. Hüquq bizim üçün ən önəmlidir. Ən önəmli hüququn aliliyi. Hüququn aliliyini gözləyirsən, və indi dövlət ittiham irəli sürür, dövlətin qurumu irəli sürür, məhkəməsi irəli, bunlar hamısı göz qabağındadır. 2 ayda səbriniz olsun. Dövlət öz işini görür. 2 ayda səbriniz olsun. Dünya üçün təqsizlik prezumpsiyası. 2 aydan sonra maxab qərar olmayacaq Elman bəy, onu nəzərə alın. Olmayacaq əlbəttə. İstintaq bitəcək, amma qərar onun barəsində verilmiş olmuyor. Sonra başlayacaq məhkəmə prosesi, sonra dinləmələr, mən elə hesab edirəm ki, o dövr üçün çox sular nəzərdə aydınlıq gələcək və məlum olacaq ki, mənə elə ki, qərarın qəbulu prosesini bir başlayacaq. Bu yapda müzakirə olunub ki, yəni Ramiz Mehdiyevi çıxaraq yoxsa çıxarmayaq? Mən idarə heyətində deyiləm, mən təfsirçiyəm. Siz yapışırsınız, o baxımdan sonra məlumatınız olmaz. Bununla bağlı heç bir məlumat məndə yoxdur. Yoxdur. Aydındır. Məncə biz bu suala cavab tapdıq və bu məsələni burada qapada bilərik. Yəni bir daha ehtimallara görə mən sizinlə bu dildə danışdım. Elman bəyin əslində stilidir o. Nə zaman ki belə deyək, hücum xarakterli suallar olur, dərhal həmin sualı çevirir həmin şəxsin özünə. Özüm bir dəfə maaşla bağlı sual verəndə mənə demişdi ki, maaşınızı deyin. Mənə tutmur da. Yenə deyirəm də, özlərinin yaratdığı prezident administrasiyasının monster fiquru, özlərinin yaratdığı monster müxalifət 25 ildir qəşəng paslaşırdılar. İndi nəsə oyun dayandı, varda yəqin nəsə görüblər ki, kimisə əlinə dəyib top. İndi oyun dayandı, yeni oyun qurucular oynanır. Özünüz bilərsiniz. Gedin oyunda oynayın. Hətta mən sizə dediyim o ehtimal kimi də ola bilməz. Yox, mümkün deyil. Mümkün deyil. Bilirsiniz niyə? Məntiq var da. Siz dünyada mümkün deyil. 19-cu ilə qədər Elman mən sizə bilirsiniz ki, həm xətrinizi istəyirəm, həm də hörmətim var da. Ona görə sizlə də həmişə normaldır bizim üçün. Söhbət nədən gedir də? Bu məntiq var. Biz 19-cu ilə qədər 10 dəfə müraciət elədik, bizi qeydiyyata almadı Ramiz Mehdiyev. Mən də belə deyəcəm. 19-cu ildə bunu çıxartdınız işdən, 20-ci ildə bizi qeydiyyata aldılar. Gördünüz? Gültəkin Hacıbəyli də gecə-gündüz Ramiz Mehdievin əleyhinə danışırdı. İndi məlum olur ki, bunların əməkdaşlığı da var. Hələ bunlarla bilmək olmaz. Müqayisə çox uğursuz olmadı mı? Harda öz adamları var. Çıxardırlar, qoyurlar ortalığa, bizə yamamağa. Gültəkin də sizin adamdır da. Gültəkin Hacıbəylinin mitinqlərdəki mən çıxışını xatırlayıram. Müstəqil idi, beytərəf idi. Heç zaman yapçı olmayıb. Necə mitinqin aparıcılarından idi, yap mitinqlərini. Bilirsən nəyə görə deyirəm? Bizi yap qoymayıb, bizim partiyamızı təsdiqləyib. Adam tapa bilmirdiniz mitinq aparmağa. Sözlü deyilsən də. Valla doğrudan da çağırırdınız mitinqlərimizi aparırdı da, düzdür? Ay Natiq bəy. Gültəkin bəyin müqayisəsi uğursuz oldu. Gültəkin xanım niyə deyirəm? Gültəkin xanım, ona görə misal çəkdim ki, Gültəkin xanımı biz həmişə hesab eləmişik ki, xeyli dövrdür. Ramiz Mehdiyevə qarşı onu tənqid eləyən və s. İndi məlum olur ki, bunlar yaxındır. İndi onların partiyasını da təsdiqləməyə bilər fon yaratmaq üçün. Amma bir yandan da yaxında üzə çıxa bilər. Eşq olsun. Xahiş edirəm, ehtimallar əsasında danışmayın. Ramiz Mehdiyevin tutulması ehtimaldır Sevinç xanım. Yox, həbs olunub, ehtimal deyil. Onu demirəm, başqa şey deyirəm. Mən də eyni cümlə qururam da. Həbs olunub. Digər ittihamlar deyirəm. Ev həbsindədir müəllim. Bu hüquqi sürəcdir. Sizin partiyanın ona münasibəti siyasi sürəcdir. Deyirəm ki, nöqtə. Deyirəm ki, hər halda hakim partiyanın bu məsələdə tutduğu indiki mövqe var, onu biz müəyyən edirik, siz yox. Əlbəttə, ona görə dedim də. İstintaq prosesində biz aparırıq, hakimiyyət aparır, siz yox. İstintaqı bu günləri hakimiyyətin
Dövlətin təbii ki, qurumudur. Dövlətin qurumudur. Amma siz bilin ki, hakimiyyətdə deməli Yeni Azərbaycan Partiyasıdır, düzdür? Amma qanundan hüquq mühafizə orqanlarının heç bir partiya üzvlüyü yoxdur. O sizin sözünüzə baxmamalıdır. Yap dövlətdir deməyin də. Yap dövlət deyil. Əlbəttə ki, amma deyirəm ki, yox, başqa məsələn, deyirəm ki, iqtidar kimdir? Hakim partiyadır, düzdür? Bizim parlamentdə 68 nəfər. Amma deməli qərarların qəbulunda prokurorlar da, məhkəmə olan partiya münasibəti olmur. Onlar olmur. Əlbəttə, onlar dövlət adından iş görür. O bəlli məsələdir, onlar olmur. Dövlət adından yaxşı iş görürlər onlar. Amma siz də siyasi addım atında sabahlar onların yapa heç bir bağlılığı yoxdur, düzdür? Onların bu və digər addımı siz müxalifət bəyənməyəndə bütün iqtidarı itham edirsiniz. Heç demirsiniz ki, balam, onun iqtidara nə dəxli var? Onun partiya mənsubiyyəti yoxdur. Ümumiləşdirməyin. Demişəm mən. Şəxsən mən o sözləri demişəm. Demişsiniz də. Amma eyni zamanda dövlətin ki, mən həmişə demişəm ki, dövlət bizimdir. Hökumət sizin. Dövlət bizimdir, hökumət sizin. Lazım gələndə bağlayırsınız, lazım gələndə bağlamırsınız.